Hamıya salam. Bugünkü videoda 5 aprel 2026-cı il tarixində keçirilmiş buraxılış imtahanının suallarını paylaşacağam. Başlayaq birinci sualın izahına. Kubun neçə tili var? İlk öncə kubun şəklini çəkək. Kubun şəklini çəkdik. İndi tillərin sayına baxaq. 4 dənə til yuxarı üzdədir. 4 dənə til aşağı üzdədir. 2 isə yan üzlərdə. Cəmi 12 dənə tili var. 58-ci sual. Əbob 30-36-nı tapın. İlk öncə hər birini sadə vuruqlarına ayıraq. 2, 15. 15 bölü 3, 5. 5 bölü 5, 1. 36, 2'yə bölürük 18, 2'yə bölürük 9, 3'ə bölürük 3, 3'ə bölürük 1. Ortaq olanları seçək. 2 və 3. Deməli, əbob olacaq. 2 vurulsun 3, 6. Doğru cavab A variantı. 59-cu suala baxaq. Yalnız Həsən, Əli və Vüqarın olduğu bir yarışmada Həsənin qazanma ehtimalı Vüqarın qazanma ehtimalının 7 misli, Əlinin qazanma ehtimalının 2 mislidir. Buna görə yarışmanı Əlinin qazanma ehtimalını tapın. İlk öncə şərtdə verilənləri yazaq. Həsənin qazanma ehtimalı P Həsən bərabərdir Vüqarın qazanma ehtimalının 7 mislinə. Yəni 7 vurulsun PV. Əlinin qazanma ehtimalının 2 mislidir. Bərabərdir 2 vurulsun P Əli. Yəni bunlar PH Həsənin qazanma ehtimalıdır, PV Vüqarın, PE isə Əlinin qazanma ehtimalıdır. Digər tərəfdən biz bilirik ki, ehtimalların cəmi bir hadisədə həmişə 1-ə bərabər olur. Yəni PH üstəgəl PV üstəgəl PE bərabərdir 1. İndi aşağıdakı bərabərliyə yuxarıdakı bərabərlikdən istifadə edərək dəyişiklik eləyək. Qısa olsun deyə PH-ı kiçik H ilə işarə edəcəm, PV-ni kiçik V ilə işarə edəcəm, PE-ni isə kiçik E ilə işarə edəcəm. İndi yazaq. Aşağıdakı bərabərlikdə PH-ın yerinə 2PE yaza bilərik. Yəni 2E üstəgəl PV-nin yerinə isə bu bərabərlikdən istifadə edərək 2PE böl 7 yaza bilərik. Yəni 2E böl 7 üstəgəl E bərabərdir 1-ə. İndi ortaq məxrəcə gətirək hər birini 7-yə vuraq. 14E böl 7 üstəgəl 2E böl 7 üstəgəl 7E böl 7 bərabərdir 1-ə. Hər birini toplayaq. 16 üstəgəl 7, 23E böl 7 bərabərdir 1-ə, 23E bərabərdir 7, Ənin qiyməti olur 7 bölünsün 23. Deməli, Əlinin yarışmanı qazanma ehtimalı 7 bölünsün 23-ə bərabər olur. Doğru cavab C variantı. 60-cı sual. 30 hektar əkin sahəsi artırılıb 42 hektar oldu. Əkin sahəsi neçə faiz artdı? 42 çıx 30 böl 30 vurulsun 100 bərabərdir. 42 çıx 30 12 böl 30 vur 100. Sıfırları atırıq. 12 böl 3 4 4 vur 10 40. Doğru cavab Y variantı. 61-ci sual. Y bərabərdir 5x çıx 17 funksiyasının qrafik üzərində yerləşən və ordinatı 3 olan nöqtənin apsisini tapın. Ordinatı, yəni Y koordinatı 3-ə bərabərdir. Apsisini tapmalıyıq. Y-nin yerinə 3 qoyaq. 3 bərabərdir 5x çıx 17. 5x bərabərdir 20. X-in qiyməti olur 4. Deməli, apsisi olacaq 4. Y variantı. 62-ci sual. K-nın hansı ən böyük qiymətində cəm düzgün kəsirdir? Hesablayaq. Mötərizənin sayı qədər məxrəcə 9 yazırıq. Mötərizəyə qədər olan ədədlərin sayı qədər 0 yazırıq. Daha sonra bu ədəddən 4-ü çıxırıq. Üstəgəl, eyni ilə burada. K4 çıx K. Düzgün kəsirdir. Yəni, məxrəci surətindən böyük olmalıdır. Hesablayaq. 4K-nın açılışını yazaq. 40 üstəgəl K çıx 4 üstəgəl
10k üstəgəl 4 çıx k böl 90 bərabərdir. K çıx k mənfi 4 müsbət 4 40 üstəgəl 10k. 40 üstəgəl 10k böl 90. Məxrəci surətindən böyük olmalıdır. Yəni 40 üstəgəl 10k kiçik olmalıdır 90-dan. Hər tərəfi 10-a bölsək sıfırları atarıq. 4 üstəgəl k kiçikdir 9-dan. K-nın qiyməti kiçik olur 5-dən. Bizdən soruşur ki, hansı ən böyük qiymətində 5-dən kiçik ən böyük ədəd 4-dür. Doğru cavab B variantı. 63-cü sual. Tənliklər sistemini həll edin. Y bərabərdir 2x-i burada yerinə qoyub hesablayaq. 5x üstəgəl y-in yerinə 2x yazırıq. Olur 21. 7x bərabərdir 21. X-in qiyməti olur 21 bölü 7, 3. X 3-dürsə y olacaq 2 vur 3, 6. Tənliyin cavabı olacaq 3, 6, B variantı. 64-cü sual. Dairənin radiusu 5 dəfə artarsa, onun sahəsi neçə dəfə artar? Dairənin sahəsi pi r kvadrat ilə tapılır. Radius 5 dəfə artsa, sahə onun kvadratı dəfə artacaq. Yəni 5-in kvadratı 25 dəfə. 66-cı sual. İfadənin qiymətini hesablayın. Hesablayaq. 2 vurulsun, kök altına 25 bizə 5 verir, çıxılsın. Kök altına 16, 4. Üstəgəl 2 vurulsun, kök altına 9, 3. Bərabərdir. 2 vur 5, 10, çıx 4, üstəgəl 6. 10 çıx 4, 6, 6 üstəgəl 6, 12. Doğru cavab D variantı. 67-ci sual. Tənliyi həll edin. Tənlik bu formadadır. Mənfi 4-də 3. X bərabərdir. Çarpaz vuraq. 12 vur 4 böl mənfi 3. Bərabərdir. Bunlar ixtisar gedir. 4 qalır. 4 vur 4, 16 böl mənfi 1. Cavab olur mənfi 16. 68-ci sual. Düz xəttdən 4 cm məsafədə yerləşən nöqtədən bu düz xəttdə hər birinin uzunluğu 5 cm olan 2 mail çəkilmişdir. Maillərin oturacaqları arasındakı məsafəni tapın. Bu düz xətdir. Bu isə düz xəttdən 4 cm məsafədə yerləşən nöqtədir. Bu nöqtədən düz xəttə uzunluqları bərabər olan 2 dənə mail çəkdik və hər birinin uzunluğu 5-dir. Bilirik ki, məsafə hündürlük deməkdir. Deməli, bura perpendikulyar olur. Maillərin oturacaqları arasındakı məsafəni soruşur. Yəni, bu məsafə. Şəkilə baxanda görürük ki, bu bərabər yalnız bucaqdır. Yəni, buraları tapıb toplamaq kifayət edər. Pifaqor teoreminə görə gəlin buranı hesablayaq. A bərabərdir kök altında 25 çıx 16, yəni 3. Bura 3-dürsə, burada 3 olur. Deməli, maillərin oturacaqları arasındakı məsafə olacaq 3 üstəgəl 3, yəni 6. Doğru cavab D variantı. 69-cu sual. Əbob AB 5-dir, A vur B 75 olarsa, A üstəgəl B cəmini tapın. Düsturu yazaq. Əbob kvadratı AB bərabərdir AB bölünsün C, yəni ortaq olmayan vuruqların hasili. 25 bərabərdir 75 böl C, C-nin qiyməti olur 3. A-ya yazırıq 5x, B-yə yazaq 5y. 5 ortaqdır deyənə əbobları 5-ə bərabərdir. X, y isə ortaq olmayan vuruqlardır. Hansı ki, onların da hasilini 3 tapdıq. Deməli, burada yalnız bir mövcud hal var. X 1-ə, y 3-ə bərabər olur. Və yaxud da tərsinə, bunun heç bir fərqi yoxdur. X 1-ə bərabər olsa, A-nın qiyməti olacaq 5. Y 3-ə bərabər olsa, B-nin qiyməti olacaq 15. Bizdən də A üstəgəl B cəmini soruşur. 5 üstəgəl 15, cavab olur 20. A variantı. 70-ci sual. Tənliyi həll edin. İlk öncə mötərizələri vurub açaq. Bu müxtəsər vurma düsturudur. A çıx B, A üstəgəl B. Ona görə də belə yazırıq. 2x kvadratı çıx 1-in kvadratı çıx. Bunu açaq. 4x kvadratı üstəgəl 12x bərabərdir 35.
4x kvadratı çıx 1 çıx 4x kvadratı üstəgəl 12x bərabərdir 35. Bunlar islah olur. 12x çıx 1 bərabərdir 35. 12x bərabərdir 36. X'in qiyməti olur 3. Doğru cavab C variantı. 71-ci sual. AC 7-dir. SB isə 14-dür. AB'nin qiymətini soruşur. AB'ni tapmaq üçün 7-nin üstünə 14 gəlmək lazımdır. Doğru cavab olur 21 D variantı. 72-ci sual. Bucaq B bucaq D-yə bərabərdir. AB OC-yə bərabərdir. Bura ilə bura bir-birinə bərabərdir və 6-dır. AO isə 5-dir. Burada 5-dir. CD-ni tapın. Bu bucaqlar da bir-birinə bərabərdir, çünki qarşılıqlı bucaqlardır. Yerdə qalır bu bucaqla bu bucaq. Bunlar da bir-birinə bərabər olur, çünki bu iki bucaq bir-birinə bərabərdirsə, onda yerdə qalan bir bucaq da bərabər olmuş olur. Deməli, 3 bucağa bərabər olduğuna görə bunlarda oxşarlıq qaydasından istifadə etmək mümkündür. Yazaq. B bucağının qarşısında duran tərəf 5-in, burada ona bərabər olan bucağın qarşısında duran tərəf 6-ya nisbəti bərabərdir. 2 xətlə işarə elədiyim bucaq bu bucağın qarşısında duran tərəf 6-nın, bu bucağın qarşısında duran tərəf CD-yə nisbətinə. CD-nin qiyməti olur 6 vur 6 vur 5, yəni 36 bölünsün 5. Doğru cavab olur 7,2. 73-cü sual. Bərabərsizliyin ən kiçik tam həllini tapın. Baxaq. Bunlar ixtisar gedir. Amma ixtisar getməmişdən qabaq bir şeyə fikir vermək lazımdır ki, 3-ü biz kökdə 9 şəklində yazsaq, kökdə 9 çıx kökdə 10 mənfi ədəd alınır. Mənfi ədədə böləndə də işarə dəyişir. Yəni x böyükdür 5,5 olur. Bizdən soruşur ki, bərabərsizliyin ən kiçik tam həllini tapın. 5,5-dən böyük olan ən kiçik tam ədəd 6-dır. 74-cü sual. Diaqramda A və B çoxluqlarının elementlərin sayı haqqında məlumat verilmişdir. 4n bu bərabərliyə əsasən bunu tapmaq tələb olunur. Yazaq. 4 vurulsun A-nın B-dən fərqi. A-nın B-dən fərqi budur. 2x üstəgəl 8 bərabərdir A ilə B-nin birləşməsinə. Birləşməsini tapmaq üçün bu üçünü də toplamaq lazımdır. 2x üstəgəl 8 üstəgəl 3x üstəgəl 1 üstəgəl 4x üstəgəl 5. İndi bunu hesablayaq. 4 vur 2x 8x üstəgəl 32 bərabərdir 2x 3x 5x üstəgəl 4x 9x üstəgəl 8, 1, 9, 9 və 5, 14. X-in qiyməti olacaq 32 çıxılsın 14. Bərabərdir 18. Bizdən soruşur ki, B-nin A-dan fərqini tapın. Yəni bunu. 4x üstəgəl 15. 4 vur 18 üstəgəl 15. 72 üstəgəl 5. Cavab olacaq 77. 75-ci sual. Kəsiri ixtisar edin. Yazaq. 4-ü 2 üstündə 2 şəklində yazıram. 12-ni isə 3 vur 2 üstündə 2 üstündə n şəklində yazıram. 3 vur 4, 12 üstündə n eyni şey alınır. Böl 3 üstündə n çıx 1 vur 2 üstündə 2n üstəgəl 1 bərabərdir. Yuxarını sadələşdirək. 2 üstündə 2 vurulsun 3 üstündə n vurulsun 2 üstündə 2n böl 3 üstündə n çıx 1 vur 2 üstündə 2n üstəgəl 1. Biraz da sadələşdirək. 3 üstündə n vur 2 üstündə əsaslar eynidirsə qüvvətlər toplanır. 2n üstəgəl 2 böl 3 üstündə n çıx 1 vur 2 üstündə 2n üstəgəl 1 bərabərdir. Bölmə əməliyyatı olduğuna görə üstlər çıxılacaq. Yəni bunun üstündən bunun üstünü çıxırıq. 3 üstündə n çıx 1 vur bundan bunu çıxırıq.
2 üstündə 2n üstəgəl 2 çıx 2n üstəgəl 1 bərabərdir. 3 üstündə n çıx n üstəgəl 1 vur 2 üstündə 2n üstəgəl 2 çıx 2n çıx 1 bərabərdir. 3 üstündə 1 3 edər. 2 üstündə 1 2 edər. 3 vur 2 doğru cavab olur 6. 76-cı sual. ABCD düzbucaqlısında AM MD-yə perpendikulyardır. AB 6-dır. AM 12-dir. Bucaq ADM-in dərəcə ölçüsünü tapın. Buranın dərəcə ölçüsünü soruşur. Baxaq. Bu bucaq 90 dərəcədir. ABM düzbucaqlı üçbucağına baxaq. Bura. Bura 6-dır. Bura 12-dir. Biz bilirik ki 30 dərəcəli bucaq qarşısında duran katet hipotenuzun yarısına bərabərdir. Deməli bu bucaq 30 dərəcədir. Onda bu bucaq da 30 dərəcə olur. Çünki BC və bu xətlər bir-birinə paraleldir. Bu isə onları kəsəndir. Deməli bura ilə bura daxili çarpaz bucaqlardır. Qiymətləri bərabərdir. Bura 30-dursa onda bu bucaq olacaq 90 çıxılsın 30, yəni 60 dərəcə. 77-ci sual. Rəhim birinci gün kitabın 40%-ni, birinci gün 40%-ni oxuyur. İkinci gün 5%-ni oxuyur. Üçüncü gün isə qalan 110 səhifəni oxuyub qurtardı. Baxaq görək nə qədər, neçə faiz qalıb. 100 çıxılsın 40 üstəgəl 5. Yəni 100 çıxılsın 45 olur 55%. 55% 110-a bərabərdir. Kitabın ümumi səhifələrin sayını bilmirik. Bunu vururuq 55-ə, bölürük 100-ə, bizə verir 110%. X-in 55%-ni tapmış olduq. Bununla bunu ixtisar eləsək qalır 2. X-in qiyməti olur 100 vurulsun 2. Deməli kitabın cəmi 200 səhifəsi var.